Hər kəsə salam. Gəlin birlikdə vegetarian mətbəxinin heyrətamiz sirlərini açaq. Bugün bitki mənşəli zülalların dünyasına baş vuracağıq və yeməklərinizi necə daha zəngin və doyumlu edə biləcəyinizi göstərəcəyik. Yəqin ki, bu sual çoxunuza tanış gəlir, elə deyilmi? Çoxları düşünür ki, ət olmadan kifayət qədər zülal almaq demək olar ki, mümkün deyil. Amma bugün biz bu tapmacanı birlikdə həll edəcəyik və görəcəksiniz ki, bu əslində nə qədər asandır. Hər şeyin başlanğıcı tam tərkibli zülal anlayışıdır. Nədir bu? Təsəvvür edin, bədənimizin öz-özünə yarada bilmədiyi 9 dənə super vacib tikinti bloku var. Bax, tam tərkibli zülal o deməkdir ki, bu 9 blokun hamısı bir yerdədir. Onlar olmasa, bədənimiz əzələləri və toxumaları sadəcə bərpa edə bilməz. Baxın, bu puzzle bənzətməsi əslində məsələni mükəmməl izah edir. Düşünün, 9 hissəli bir puzzle-nız var. Bir dənəsi belə olmasa, şəkil tamamlanmır, düzdür? Bədənimizdə də zülal sintezi məhz belə işləyir. O 9 hissənin hamısı eyni anda lazımdır ki, bədən öz işini görə bilsin. Yaxşı, bəs bu puzzle-ın bütün hissələrini hardan tapa bilərik? Gəlin indi bitki aləminin super qəhrəmanlarından danışaq. Elə qidalardan ki, bu puzzle bizim üçün artıq tamamlayıblar. Və bu da onlar, vegetarian mətbəxinin 3 böyük ulduzu: soya, kinoa və amarant. Bu 3 adı mütləq yadda saxlayın, çünki onlar sizin mətbəxdəki gizli silahınız olacaq. Yaxşı, bəs bu üçlünü bu qədər xüsusi edən nədir? Niyə başqa bitkilərdən fərqlənirlər? Cavab çox sadədir. Onlar təbiətən tam tərkibli zülallardır. Yəni, o 9 vacib amin turşusunun hamısı eyni ilə bir parça ətdə və ya yumurtada olduğu kimi bunların tərkibində var. Vegan pərizinin əsl qızılı məhz budur. İndi isə gəlin bu möhtəşəm üçlüyün bəlkə də ən məşhur üzvünə, yəni soyaya biraz daha yaxından baxaq. Görək, bu balaca paxla bizə hansı möcüzələri təqdim edir? Və soyadan danışanda ağla ilk gələn əlbəttə ki, tofudur. Tofu əslində çox sadə bir şeydir. Soya südünün eyni ilə pendir kimi kəsilməsindən alınır. Amma diqqətli olun, heç də bütün tolular eyni deyil. Baxın, ekrandakı fərqə bir nəzər salın. Soldakı necə də ipək kimi yumşaqdır. Sağdakı isə daha möhkəm, daha bərkdir. Unutmayın, mətbəxdə tekstura, yəni qidanın quruluşu hər şeydir. Düzgün tofunu seçmək yeməyinizin uğurlu olub-olmayacağını həll edir. Bu cədvəl sizin tofu alış-verişinizdəki bələdçiniz olsun. Məsələn, Yapon üsulu ipək tofu o qədər yumşaqdır ki, şorbalara, souslara möhtəşəm bir kremlilik verir. Amma onu manqala qoymağa cəhd etsəniz, əriyib gedəcək. Manqal üçün, şiş üçün sizə Çin üsulu sərt tofu lazımdır. Onun quruluşu möhkəmdir, istiyə dözür, dağılmır. Amma dayanın, soya dünyası təkcə tofu ilə bitmir ki. Tempə də var, tamamilə fərqli bir şeydir. Bütöv, fermentasiya olmuş soya paxlalarından hazırlanır və çox ləzzətli, qoza bənzər bir dadı var. Tempə İndoneziyadan gələn ənənəvi bir qidadır. Bütöv soya dənələri birləşib belə sıx, möhkəm bir kütlə əmələ gətirir. Özünəməxsus teksturası onu bir çox reseptdə ət üçün mükəmməl bir əvəzedicidir. Yaxşı, indi gəldik əsl peşəkar məsləhətinə. Bəs digər bitkilər, onlardan necə tam tərkibli zülal yarada bilərik? Bax bu, mətbəx kimyasının ən ləzzətli və ən asan hissəsidir. Deməli, o möhtəşəm üçlük, soya, kino və amarant istisna olmaqla bitkilərin çoxu natamam zülallardır. Yəni, o bayaq danışdığımız 9 hissəli puzzle-ın 1-2 hissəsi onlarda yoxdur. Amma heç narahat olmayın, bunun həlli sandığınızdan da asandır. Baxın, bu 2 addımlıq sadə qayda bütün məsələni həll edir. Cəmi 2 addım. 1. Mərci, noxud, lobya kimi bir paxlalı götürürsünüz. 2. Onu düyü, bulğur kimi bir taxılla ya da badam günə baxan tumu kimi bir çərəz və ya toxumla birləşdirirsiniz. Vəssalam, elmi sənətə çevirdiniz və mətbəxinizdə öz tam tərkibli zülalınızı yaratdınız. Və bilirsiniz nə var? Bu heç də yeni bir ixtira deyil. Əslində, bütün dünya mətbəxləri əsrlərdir ki, bunu edir. Məsələn, Meksikada lobyanı qarğıdalı çörəyi ilə yeyirlər. Hindistanda mərcimək yeməyi olan dal həmişə düyü ilə verilir. Aralıq dənizinin məşhur humusu isə noxudla küncüt toxumunun möhtəşəm birləşməsidir. Yaxşı, bütün bunları bildik. Bəs bu bilikləri praktikada necə tətbiq edə bilərik? Yəni, tərəvəzləri sadəcə qarnir olmaqdan çıxarıb, süfrənin əsas ulduzuna necə çevirə bilərik?
Artıq bitkiləri sadəcə boşqabın kənarında bir bəzək kimi düşünməkdən imtina etməyin vaxtıdır. Əsas yeməyinizi məhz onların ətrafında qurun. Baxın, doyumlu buğlamalar, ətirli karilər, zəngin risottolar, bunların hamısı bitki mənşəli zülalları parlatmaq üçün mükəmməl bir səhnədir. Və baxın, nəticə budur. Bu rənglərin, bu teksturaların gözəlliyinə bir baxın. Bu, məhdudiyyət deyil. Əksinə, bu, kulinariya azadlığıdır. İmkanlarınız həqiqətən də sonsuzdur. Və bu fikir, düşünürəm ki, hər şeyi çox gözəl yekunlaşdırır. Yaradıcı və doyumlu bir vegetarian menyusu hazırlamaq bir aşpazın verə biləcəyi ən uğurlu qərarlardan biri ola bilər. Bu, bir məcburiyyət deyil. Əksinə, yaradıcılıq üçün inanılmaz bir fürsətdir. Beləliklə, bugün öyrəndiklərimizdən sonra sizə bir sualım var. Sizin boşqabınızın yeni mərkəzi, yeni ulduzu nə olacaq? Bəlkə qızardılmış sərt bir tofu, yoxsa klassik bir mərcimək düyü birləşməsi. Seçim sizindir. Unutmayın, mətbəx sınaqlar aparmaq üçün ən gözəl yerdir.